İçərişəhər Bakının ən qədim hissəsi və xalqımızın tarixinin canlı şahididir. Paytaxtın mərkəzində yerləşən bu qala divarları ilə əhatə olunmuş qədim şəhər həm memarlıq üslubuna, həm də strateji əhəmiyyətinə görə unikaldır. Budur İçərişəhərin tarixi haqqında əsas məqamlar. Qədim tarixi və memarlığı. İçərişəhər Tunc dövründən bəri məskunlaşılan bir ərazidir. Lakin onun bir şəhər kimi formalaşması və inkişafı orta əsrlərə təsadüf edir. Qala divarları, şəhəri əhatə edən möhtəşəm qala divarları 12-ci əsrdə Şirvanşah Mənüçöhrün göstərişi ilə tikilib. Əvvəllər 2 qat divar olsa da, sonralar xarici divar sökülüb və yalnız daxili divarlar qalıb. Küçə planı, İçərişəhərin küçələri qəsdən dar və dolanbac salınıb. Bu, həm güclü Bakı küləklərinin sürətini kəsmək, həm də düşmən hücumu zamanı müdafiəni asanlaşdırmaq məqsədi daşıyırdı. Əsas tarixi abidələr. İçərişəhər açıq səma altında bir muzeydir. Burada onlarla tarixi abidə var, lakin ikisi dünya əhəmiyyətlidir. Qız qalası 12-ci əsr Bakının simvoludur. Onun tikilmə məqsədi haqqında müxtəlif ehtimallar var. Rəsədxana, müdafiə qalası və ya Zərdüştlük məbədi. Şirvanşahlar Sarayı 15-ci əsr Azərbaycan memarlığının incisi hesab olunur. Saray kompleksinə yaşayış binası, divanxana, türbə, məscid və hamam daxildir. Paytaxt statusu. 1191-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Şirvanşah Axistan paytaxtı Bakıya köçürdü. Məhz bu hadisədən sonra İçərişəhərin siyasi və iqtisadi əhəmiyyəti daha da artdı. Şəhər uzun müddət həm Şirvanşahlar dövlətinin, həm də sonralar Bakı xanlığının mərkəzi olub. İçərişəhər adının mənşəyi. 19-cu əsrin ortalarına qədər Bakıya dedikdə elə bu qala divarları daxilindəki şəhər nəzərdə tutulurdu. Neft bumu ilə əlaqədar şəhər qala divarlarından kənara çıxmağa başladıqda, qədim hissəni yeni tikililərdən, bayır şəhərdən fərqləndirmək üçün ona İçərişəhər deyilməyə başlandı. Beynəlxalq tanınma. 2000-ci ildə İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya İrs siyahısına daxil edilmişdir.